Peyğəmbər salavatullahın bir kəlamı ilə sözümə giriş etmək istəyərdim. Buyurur, Şəhru Ramazan şəhrun əvvəluhu rahmətun və avsatuhu məğfirətun və axiruhu itqun minən-nar. Mübarək Ramazan ayı elə bir aydır ki, bu ayın əvvəli rəhmət, ortası məğfirət və sonusa cəhənnəm əzabından qurtulmaq, azad olmaq, nicat tapmaq bir ayıdır. Doğrudan da elə bu ayın 11 ayın sultanı olması və digər aylardan fəzilətli olması Peyğəmbər salavatullahın o Şaban ayının son xütbəsində, Şabaniyyə xütbəsi kimi məşhurdur dillərdə, keçən ifadələri kifayət edər. Buyurur, bu ay elə bir aydır ki, fihi ənfasukum təsbihun. Alıb verdiyiniz nəfəslər belə digər aylarda Subhanallah deməyə bərabərdir. Əgər biz digər aylarda əlimizdə təsbih Subhanallah, Subhanallah, Subhanallah deyib hansı savabı əldə edərdiksə, bu ayda oturmusan, evdə, işdə, yol gedirsən, fərq eləməz hardasansa, alıb verdiyimiz nəfəs Subhanallaha bərabərdir. Ona görə bu ay elə 11 ayın sultanıdır, bu ay elə aylar içərisində ən fəzilətli aydır.